Salamlar, hər birinizi kanalımızda xoş gördük. Bugün sizlərlə 29 iyun tarixində, yəni bugün keçirilmiş OTK blok sınavının 11-ci sinif 1-ci qrup riyaziyyat suallarının izahını paylaşacağım. Deməli, başlayaq birinci sualdan. Düzbucaqlığın uzunluğunu 20%, enini P% artırdıqda sahəsi 80% artarsa P-ni tapın. Düzbucaqlığın əvvəlki uzunluğunu A ilə, enini B ilə işarə eləyək. Uzunluğu 20% artırandan sonra olacaq 1/2A. B-ni isə P% qədər artırırıq. Sahəsi əvvəl S1 bərabərdə A vurulsun B idi. Daha sonra olub 80% artıb deyə 1/8 vurulsun AB olacaq. Onda biz enini P% artırandan sonraki qiymətini B2 ilə işarə eləsək, alarıq ki 1/2A vurulsun B2 bərabər olmalıdır 1/8 AB-yə. İndi buradan da aydın görürük ki B2 bərabərdir 1/8 B bölünsün 1/2. A'lar burada ixtisar gedər. Bunu da hesablasaq bərabər olacaq 1/5 B-yə. Deməli enini 50% qədər artırıblar ki B qiyməti əvvəlki B qiyməti olub 1/5 B. Yəni doğru cavabımız burada olacaq A variantı. İkinci sual bərabərsizliyini ödəyən ən böyük ədədi tapın. Deməli burada diqqət eləyək. Bizə verilən kök altı 3-cü dərəcədən 27 üstündə 3x-ı 27 üstü 3x bölünsün 3 şəklində göstərə bilərik. Kiçik bərabərdir 27-dən. Buradan alaram ki 27 üstü x kiçik bərabərdir 27 üstü 1-dən. Yəni x kiçik bərabərdir 1-dən. Və bunu ödəyən ən böyük tam ədəd 1 olduğu üçün doğru cavabımız olacaq A variantı. Üçüncü sual, ABCD paralelogramının A və D bucaqlarının tən bölənləri paralelogram xaricində Y nöqtəsində kəsişərək BC tərəfini B nöqtəsindən başlayaraq M və N nöqtələrində kəsir. AD bərabər 3M olarsa AMND-nin sahəsinin MYN-nin sahəsinin nisbətini tapın. Deməli, deyək ki bu bizim ABCD paralelogramımızdır. Və biz paralelogramın A və D bucaqlarının tən bölənlərini çəkəcəyik. Bunlar sualın şərtinə əsasən paralelgram xaricində hər hansı bir Y nöqtəsində kəsişir və BC tərəfini də M və N nöqtələrində kəsir. Və sualda bizə verib ki AD bərabərdir 3MN-dir. M-in parçasının uzunluğunu x ilə işarə eləsək, AD bərabər olacaq 3x-a. İndi burada aydın şəkildə görürük ki M-in parçası AD-yə paraleldir. Çünki paralelogramın qarşı tərəfləri bir-birinə paralel olur. Ona görə də deyə bilərik ki MYN üçbucağı ilə AYD üçbucaqları bir-birinə oxşar üçbucaqlardır. Və biz MYN-in sayəsini S ilə işarələsək, yaza bilərik ki S bölünsün S AYD bərabərdir x bölünsün 3x-in kvadratına. Onda buradan alarıq ki S AYD bərabərdir 9S-ə. Baxaq, indi AYD-nin ümumi sahəsi 9S və MYN-nin, yəni yuxarıda qalan hissənin sahəsi S-dirsə, onda AMND-nin sahəsi olacaq 9S çıxılsın S, yəni 8S. Sualda da bizdən AMND-nin sahəsini, yəni 8S-in S-in nisbətini soruşur MY-nin sahəsinə, yəni S-ə. Bunu da ixtisar etsək, doğru cavabımız olur 8, yəni Y variantı. Keçək 4-cü suala. Loqaritm A kvadrat əsasından B kub bərabər 6 olarsa bu ifadənin qiymətini tapın. Deməli, biz bunu 3/2 vurulsun loqaritm modul A əsasdan B bərabər 6 şəklində yaza bilərik. Burada modul yazmağımızın səbəbi ondan ibarətdir ki, loqaritm A kvadrat əsasında B kubda A həm mənfi, həm də müsbət qiymətlər ala bilər. Əgər biz burada modulu qoymasaq, loqaritm A əsasdan B kimi yazsaq sadəcə, orada yalnız A-nın müsbət qiymətlərini yaza bilərik və yaxud yalnız onları nəzərə almış olacağıq. Amma verilən ifadədə A həm də mənfi qiymətlər ala bilər. Ona görə də moduldan çıxardacağıq. Və buradan da alarıq ki, loqaritm modul A-dan A əsasından B bərabərdir 6 vurulsun 2/3, yəni 4. İndi bizə verilən ifadəyə baxaq. Loqaritm kök altında 20 əsasdan B modul A. Bu bərabərdir loqaritm B üstü 1/20 modul A. Bu da bərabərdir 20 vurulsun loqaritm B əsasından modul A. Loqaritm modul A əsasından B 4-ə bərabərdirsə, onda loqaritm B əsasından modul A 1/4-ə bərabər olacaq.
Onu da gətirib hesablasaq, 20 vurulsun 1/4 bərabərdir 5. Yəni doğru cavabımız olacaq Y variantı. 5-ci sual, bərabərsizliklər sisteminin tam həllərinin cəmini sayını tapın. Deməli, sistemi həll etmək üçün hər birini ayrı-ayrılıqda həll eləyəcəyik. Birinci bərabərsizliyimiz modul x böyük bərabərdir 3. Bunun həlli olacaq x böyük bərabər 3 və x kiçik bərabərdir -3. Bunların birləşməsi. İkinci bərabərsizliyimiz modul x çıxılsın 2 kiçikdir 8. Buradan alarıq ki, x çıx 2 yerləşir -8 ilə müsbət 8 arasında. Hər tərəfinə 2 əlavə eləsək, -6 ilə x yerləşir 10 aralığında. İndi bu iki həlli kesişdirəcəyik. Ədəd oxunu da qeyd edək. -6, -3, 3 və 10. Birinci bərabərsizliyin həllinə əsasən x -3 ilə, daha doğrusu -3-dən kiçik qiymətlər və 3-dən böyük qiymətlər alır. İkinci bərabərsizliyin həllinə əsasən x -6 ilə 10 aralığında qiymətlər alır. Buradan da aydın görürük ki, hər ikisinin daxil olduğu hissələr -6, -3 birləşsin. 3, 10 aralığıdır. İndi tam həllərin sayını soruşur. Tam həllər olacaq -5, -4, -3 və müsbət həllərdə 3, 4, 5 ta ki 9-a qədər. 3 dənə mənfi həlli, 7 dənə də müsbət həlli var. Deməli, ümumilikdə 10 dənə həlli olacaq. Doğru cavabımız olacaq Y variantı. 6-cı sual, A parametrinin neçə tam qiymətində tənliyinin həlli var. Deməli, burada baxaq ilk öncə 3 sinus x üstəgəl 4 kosinus x ifadəsi hansı aralıqda qiymətlər ala bilər? Aydın məsələdir ki, bunu hesablasaq, kök altında 3-ün kvadratı üstəgəl 4-ün kvadratı, bu bizə verir 5. Deməli, bu ifadə -5 ilə müsbət 5 aralığında qiymətlər ala bilər. Ona görə də kök altında A çıxılsın 5, yerləşməlidir müsbət 5 ilə -5 arasında. Hər tərəfi kvadrata yüksəltsək, alaraq ki, A çıx 5 kiçik bərabərdir 25-dən, böyük bərabərdir 0-dan. 0 yazmağımızın səbəbi ondan ibarətdir ki, deməli, bu aralıqda, yəni -5 ilə 5 aralığında A çıxılsın, kök altında A çıx 5 ifadəsi 0 ala bilir deyə biz 0-ı götürəcəyik. Və aydın məsələdir ki, kök altı bir ifadənin ala biləcəyi ən kiçik qiymət 0-dır və 0 həmin aralığa düşüb deyə, ona görə də 0-ı nəzərə alacağıq. İndi bu bərabərsizlikdən A-nın hansı aralıqda qiymətlər aldığını tapmaq üçün hər tərəfinə 5 əlavə eləsək, alarıq ki, A yerləşir 5 ilə 30 aralığında. İndi bu aralığa düşən tam həllər 5, 6, 7 ta ki 30-a qədər və ümumilikdə 26 həll eləyir. Doğru cavabımız C variantı. 7-ci sual, vektorlar arasındakı bucağı tapın. Deməli, kosinus alfa bərabərdir A vurulsun B bölünsün modul A vurulsun modul B olduğunu bilirik. Şimdi bunu tətbiq eləsək, A və B vektorlarının həsilini tapaq. -5 vurulsun -4, yəni -20 üstəgəl 2 vurulsun 10, 20 bölünsün. Modul A və modul B-ni hesablamayacağım. Çünki sürətdə 0 alınır deyə elə kosinus alfa 0-a bərabər olur. Və aydın məsələdir ki, kosinus da 0-a 90 dərəcədə alır. Ona görə doğru cavabımız olur C variantı. 8-ci sual. Y bərabərdir x kvadrat çıx 8x funksiyasının qrafiki olan parabolanın təpə nöqtəsinin absis və ordinat oxuna qədər olan məsafələrin cəmini tapın. Təpə nöqtəsinin koordinatlarını həm düsturdan istifadə edərək tapmaq olar, həm də tam kvadrat ayıraraq. Tam kvadrat ayırmaq daha tez alınır deyə onu tətbiq edəcəm. X çıxılsın 4-ün kvadratı çıxılsın 16 şəklində yaza bilərik. Deməli, təpə nöqtəsinin koordinatları 4 -16-dır. İndi bunu koordinat müstəvisində göstərsək, x-a 4, y-i -16 bu nöqtə olacaq. Bu nöqtədən absis oxuna qədər olan məsafə nöqtənin ordinatının moduluna bərabər olacaq, yəni 16-ya. Ordinat oxuna qədər olan məsafə isə nöqtənin absisinin moduluna bərabər olacaq, yəni 4-ə. Ona görə də bu məsafələrin cəmi bizə verəcək 16 üstəgəl 4, yəni 20. Doğru cavabımız C variantı. 9-cu sual. Doğranı 10 cm olan konusun ox kəsiyinin medianlarının kəsmə nöqtəsi oturacaqdan 2 cm məsafədə olarsa, konusun yan səthinin sahəsini tapın. Deməli, bu konus
Və aydın məsələdir ki, ox kəsiyi üçbucaqdır. Doğranı 10 sm, bərabər yanlı üçbucaqdır. Doğranı 10 sm, yan tərəflər 10. Medianların kəşmə nöqtəsi, deyək ki, bu nöqtədir. Və bu nöqtədən təpədən keçən medianı, təpədən çəkilən medianı, təpə nöqtəsindən çəkilən medianı bu olsa, bu da deyək ki, medianların kəşmə nöqtəsidir. Burada bir məsələ var ki, bizim üçbucaq bərabər yanlı üçbucaqdır deyə həmin bu median həm də hündürlük olacaq və həmin bu nöqtədən, ona görə də bura perpendikulyar olacaq. Bu nöqtədən oturacağı qədər məsafə 2-dir deyə, deməli, təpə nöqtəsindən bu nöqtəyə qədər olan məsafə medianlar kesişəndə 2/1 nisbətində bölünür deyə 4-ə bərabər olacaq. Onda hündürlüyü bərabər olacaq 6-ya. İndi buranı r ilə işarə eləsək, Pifaqor teoreminə əsasən 6-ın kvadratı üstə gəl r-in kvadratı bərabərdir 10-un kvadratına. Buradan alaraq ki, radiusu bərabərdir 8-ə. Onda yan səthinin sahəsi PRL düsturuna əsasən bərabər olacaq 3 vurulsun 8 vurulsun 10, yəni 240-a. Doğru cavabımız olacaq D variantı. Keçid 10-cu sualım. Alfa iti bucaq, beta düz bucaq və alfa üstə gəl, beta üstə gəl, qamma bərabər 200 dərəcə olarsa, qamma bucağının dərəcə ölçüsünü ala biləcəyi ən kiçik tam qiyməti tapın. Beta düz bucaqdır deyə, betanın alacağı qiymət 90 dərəcədir. Alfa və qammanın olduğu kimi saxlayıram. Onda buradan alaram ki, alfa ilə qammanın cəmi 110-a bərabərdir. Və alfa iti bucaqdır. Aydın məsələdir ki, iti bucaq 0 ilə 90 arasında qiymətlər alır. Alfanın yerinə 110 çıxılsın qamma yazsam, bu 90 ilə 0 aralığında qiymətlər alacaq. Hər tərəfindən 110 çıxsam, bərabərsizliyin. Alacam ki, mənfi qamma mənfi 110 ilə 90 çıx 110, yəni mənfi 20 arasında qiymətlər alır. İndi hər tərəfi mənfiyə vursam, 20 ilə 110 arasında qiymətlər olacaq. Dərəcə ölçüsünü ala biləcək ən kiçik tam qiymət isə 20-dən böyük 21 olacaq. Doğru cavabımız C variantı. 11-ci sual, ifadəni sadələşdirin. Sinus 9 alfa üstə gəlsin sinus 3 alfanın yerinə 2 sinus alfa üstə gəl beta bölü 2, yəni 6 alfa vurulsun kosinus alfa çıx beta bölü 2. 9 alfa çıx 3 alfa bölü 2, 3 alfa yaza bilərəm. Bölünsün. Məxrəcdə də kosinus 9 alfa üstə gəl kosinus 3 alfanın yerinə 2 kosinus alfa üstə gəl beta bölü 2, yəni kosinus 6 alfa vurulsun kosinus alfa çıx beta bölü 2. Yəni kosinus 3 alfa yaza bilərəm. Üstə gəlinsin. İkinci ifadə 2 tangens 3 alfa bölünsün 1 çıxılsın tangens kvadrat 3 alfa bizə tangens 2 alfanın düsturuna əsasən tangens 6 alfanı verəcək. Tangens 2 alfada burada alfanın yerində 3 alfa dayanıb deyə 6 alfa olur. İndi bunu sadələşdirsək kosinus 3 alfalar ixtisar gedər, 2-lər ixtisar gedər. Sinus 6 alfa bölünsün kosinus 6 alfa. Bu verir tangens 6 alfa üstə gəl tangens 6 alfa. Yəni 2 tangens 6 alfa. Doğru cevabımız olacak B variantı. 12. sual. Hündürlükləri 6 və 8 olan paralelogramın kiçik tərəfi 9 olarsa onun perimetrini tapın. Burada paralelogramın sahə düsturuna istifadə edəcəyik. Tərəf və həmin tərəfə çəkilən hündürlük hasili. İki tərəfin uzun A və B olsa, o zaman sahə A vur HA və B vurulsun HB-yə bərabər olar. Kiçik tərəfi 9-dursa buna çəkilən hündürlük böyük olacaq. Yəni bizim şərt əsasən 8. Böyük tərəfin uzunluğunu x ilə işarələsək, böyük tərəfə çəkilən hündürlük kiçik olacaq 6. Onda buradan alaram x bərabərdir 12. Perimetri də bərabər olacaq 2 vurulsun 12 üstə gəl 9. 12 üstə gəl 9 21 vur 2 42. Doğru cavabımız olacaq A variantı. 13-cü sual. Tənliyin həqiqi köklərini hasilini tapın. Tənlikdə mən x üstü 4'ü bir t ilə əvəzləsəm alaram ki t kvadrat çıxılsın t üstü çıxılsın 12 bərabərdir 0. Y teoreminə əsasən köklər hasili mənfi ki cəmi müsbət 1'dir. Onda t1 bərabərdir 4, t2 bərabərdir mənfi 3 yaza bilərəm. T də x üstü 4'də axı x üstü 4 bərabər mənfi 3 bunun həlli yoxdur. X üstü 4 bərabər 4 bunun həllinə baxacağıq. Mən bunu x üstü 4 çıxılsın 4 bərabər 0 şəklində yaza bilərəm. Və bunu da vuruqlara ayırsam x kvadrat çıxılsın 2 vurulsun x kvadrat üstə gəl 2 bərabərdir 0 alaram. İndi buradan baxaq. X kvadrat çıxılsın 2 bərabərdir 0. Bunun kökləri hasili x1 x2 bərabərdir mənfi 2. Və x kvadrat üstə gəl 2 bərabər 0 burada alınır. X kvadrat bərabər mənfi 2 bunun həlli yoxdur.
Daha doğrusu həlli var, amma həqiqi kökləri yoxdur. Kompleks köklər var. Biz də həqiqi köklərini axtarırıq deyə bunu nəzərə almayacağıq. Ona görə də köklər hasil olacaq -2. Doğru cavabımız C variantı. 14-cü sual. A çoxluğu B çoxluğuna daxildirsə və MB bərabər 5 olarsa, A birləşsin B çoxluğunun A çoxluqlarının sayını tapın. A çoxluğu B-yə daxildir deyə, yəni bu şəkildədir. A ilə B-nin birləşməsi bizə elə B çoxluğunun özünü verəcək. Və B çoxluğunda da 5 dənə element var şərtə əsasən. Çoxluğun ad çoxluqlarının sayı B2 2 üstü n ilə tapılır. Onu da gətirib 5-i yerinə qoysaq, alarıq ki 32 dənə ad çoxluğu var. Doğru cavab Y variantı. 15-ci sual integralı hesablayan. Deməli, bunu hesablamaq üçün ilk öncə də ifadəni sadələşdirək. Biz bunu x çıxılsın 2, x üstəgəl 2 şəklində göstərə bilərik. Məxrəcdə də x vurulsun, x üstəgəl 2, dx-də olduğu kimi saxlayıram. X üstəgəl 2-lər ixtisar gedər. Bərabərdir 1-dən 3-ə integral x çıxılsın 2 bölünsün x dx. Bu da bərabərdir 1-dən 3-ə 1 çıxılsın 2 bölü x dx-a. Bu da bərabər olacaq 2 çıxılsın 2 ln x-a. 1 bölü x dx bizə ln x verir. Qarşıda 2 var deyə ona görə 2-ni də burada nəzərə alıram. Sərhəddə də 3 və 1. İndi 3-ü qoysaq 3 çıxılsın 2 ln 3 çıxılsın 1 üstəgəl 2 ln 1. ln 1 0-a bərabərdir. 3 çıx 1 2. 2 çıx 2 ln 3. Doğru cavabımız olacaq Y variantı. 16-cı sual ifadəni sadələşdirin. X fərqli 0, x fərqli müsbət -1. Birinci verilən ifadənin sürətində x ortaq vuruq çıxartsam, x vurulsun x kvadrat çıxılsın 3x plus 2 bölünsün x vurulsun x çıxılsın 1. Məxrəcdə x vurul x çıx 1 olacaq. Üstəgəl. Yenə sürətdən x ortaq vuruq çıxartsam, x kvadrat çıxılsın x çıxılsın 2. Məxrəcdə də x-i yenə ortaq vuruq çıxartsam, x vurulsun x plus 1. İndi baxaq. Burada x-lar gedər. Eyni ilə ikinci kəsrdə də x-lar gedər. Sürəti yenidən vuruqlara ayırsam, hasil 2, cəmi -3. X çıxılsın 1, x çıxılsın 2. Məxrəcdə x çıx 1-i saxlayıram. Üstəgəl, burada hasil -2, cəmi -1. V teoremində cəmini tapanda deyirik ki, B-nin əksi işarəsinə bərabərdir. Lakin bu tənlik deyil, çox ədlidir. Onu vuruqlara ayıranda B-nin işarəsini olduğu kimi saxlayırıq. Yəni, hasili -2, cəmi -1 olan 2 ədəd. Bu -2 və 1 olduğu üçün biz bunu yazırıq. X çıxılsın 2, x üstəgəl 1 şəklində. Bölünsün, x üstəgəl 1-i də məxrəcdə olduğu kimi saxlayıram. İndi bunlar, burada x çıx 1-lər ixtisar gedər. Burada x plus 1-lər ixtisar gedər. Qalar x çıxılsın 2, üstəgəlsin x çıxılsın 2. Yəni 2x çıxılsın 4. Doğru cavabımız olacaq B variantı. 17-ci sual. Təmbəllənlərin kəşmə nöqtəsindən tərəflərə qədər məsafələrin cəmi 4 cm olan bərabər tərəfli üçbucağın medianlarının uzunluqları cəmini tapın. Bərabər tərəfli üçbucaqda çəkilən hündürlüyü, bütün tərəflərə çəkilən hündürlüyü median təmbəllən üst-üstə düşür. Və şərti əsasən təmbəllənlərin kəşmə nöqtəsi ilə medianların kəşmə nöqtəsi olacaq. Bu məsafələrin cəmi, bu x-ların cəmi 4-ə bərabərdir. 3x bərabərdir 4-ə. Medianların uzunluqları cəmini soruşur. Bura x-dırsa, medianlar kəsişəndə 2 bölü 1 nisbətində bölünür deyə. Bura olacaq 2x. Eyni ilə bu məsafədə 2x və bu məsafədə 2x. Onda bir medianın uzunluğu 3x, 3 dənə medianın uzunluğu olacaq 9x. Bu da bərabərdir. Birinci təlinlər tərəfini 3-ə vursaq, alarıq ki 12-yə. Deməli, doğru cavabımız olacaq 12. B variantı. 18-ci sual. İfadəsinin ən kiçik qiymətini tapın. İfadənin ən kiçik tam qiymətini tapmaq üçün bunları tam kvadrat şəklində göstərməliyəm. X kvadrat çıxılsın x-i, x çıxılsın 2-də 1-in kvadratı, çıxılsın 4-də 1 şəklində yazaram. Y kvadrat plus y-də y üstəgəl 2-də 1-in kvadratı, çıxılsın 4-də 1 şəklində göstərərəm. İndi bunu sadələşdirsək, alaram x çıxılsın 2-də 1-in kvadratı, üstəgəl y üstəgəlsin 2-də 1-in kvadratı, çıxılsın 2-də 1. Aydın məsələdir ki, kvadratın ala biləcəyi ən kiçik qiymət 0-dır. Burada da eynən 0 olacaq və ona görə bu ifadənin özünü ala biləcəyi ən kiçik qiymət -2-də 1-dir. Yəni -0.5 doğru cavabımız Y variantı.
19-cu sual limiti hesablayan. En sonsuzluğa yaxınlaşdıqca bu ifadə. Bu limiti hesablamaq üçün kəsin sürət və məxrəcini ən yüksək üstü qüvvətdən dərəcəyə bölməliyəm. Burada da aydın məsələdir ki, n üstü 4-dür. Ona görə də sürət və məxrəcini n üstü 4-ə bölürəm. Deməli, məxrəci yazsaq ilk öncə 2n üstü 4 bölünsün n üstü 4, 5n bölünsün n üstü 4, üstə gəl, daha doğrusu çıx. Çıxılsın 2 bölünsün n üstü 4. Sürətdə də kök altında 3-cü dərəcə var deyə. Mən bunu n üstü 4-ə böləndə, kökün altına salanda, kökün altında n üstü 12 kimi olacaq. N üstü 4 üstündə 3 kimi. Çıxılsın 4 n üstü 4 böl n üstü 12. Üstə gəl 6 bölünsün n üstü 12. İndi bunu sadələşdirsəm, baxıram ki, en sonsuzluğa yaxınlaşdıqca n üstü 4'lər burada ixtisar gedər, burada da n üstü 12'lər ixtisar gedər. Sürətdə 1 bölünsün n üstü 8 qalacaq. Həmin bu 1 böl n üstü 8-də en sonsuzluğa yaxınlaşdıqca 0-a gedəcək. 1 bölünsün n üstü 12-də en sonsuzluğa yaxınlaşdıqca 0-a gedəcək. Yəni bu ifadələrin hər biri 0-a gedir. Analoji olaraq 5n bölünsün n üstü 4-də də 1 böl n kub qalır deyə en sonsuzluğa yaxınlaşdıqca 0-a gedəcək. Bu da həmçinin 0-a gedəcək. Ona görə bircə qalacaq. Kök altında 3-cü dərəcədən 125 bölünsün 2. Yəni 5 böl 2, o da eləyəcək 2.5. Doğru cavabımız olacaq. Y variantı. 20-ci sual. Alfa müstəvisi ABC üçbucağının AB və AC tərəflərinə uyğun olaraq N və N nöqtələrini kəsir və üçbucağın BC tərəfinə paraleldir. ABC üçbucağı olsun. MN tərəfinə, BC tərəfinə paralel. Bu şəkildə göstərək. M və N nöqtələrində kəsir. Şərtdə verib ki, AM-in BM-ə nisbəti 1-in 4-ə nisbətinədir. Ona görə mən bura x yazsam, bura 4x olacaq. M-in parçasının uzunluğu 7-dir, BC-ni soruşur. M-in paraleldir deyə AM-in üçbucağı ilə ABC üçbucağı bir-birinə oxşar üçbucaqlar olacaq. Ona görə də yaza bilərəm ki, 7 bölünsün BC bərabərdir x bölünsün 5x-a. X-lar ixtisar gedər. BC bərabərdir 5 olsun 7, yəni 35. Doğru cavabımız olacaq D variantı. 21-ci sual. Kompleks ədədi üçün imzədi tapın. Imaginary hissəsini, xəyali hissəsini. Z bərabərdir 1 üstə gəl i üstü 6. Mən bunun 1 üstə gəl i üstündə 2, onun üstündə 3 şəklində göstərə bilərəm. 1 üstə gəl i-nin kvadratını hesablasaq, 1 üstə gəl 2i, üstə gəl i kvadrat. I kvadrat da mənfi 1-dir deyə birbaşa mənfi 1 yazıram, üstü 3. Mənfi 1-lər gedər, 1-lə mənfi 1. Qalar 2i üstü 3. Bu bərabərdir 8i kub. O da bərabərdir mənfi 8i-yə. Ona görə də xəyali hissəsi bərabər olacaq mənfi 8. Yəni doğru cavabımız Y variantı. 22-ci sual. 5 ağ və 4 qara kürəciyin içərisindən təsadüfən seçilmiş 3 kürəcikdən ikisinin eyni rəngli olması hadisəsinin ehtimalını tapın. Deməli, ümumi halların sayı 9 dənə kürəcik var deyə 9-dan 3-ünü seçəcəm. Əlverişli hallar ikisi eyni rəngdə. Deyək ki, ikisi ağdır. Onda bir dənəsi qara olacaq. 4-dən 1. Üstə gəl və yaxud ikisi qaradır. Kombinizon 4-dən 2. Bir dənəsi ağdır. Kombinizon 5-dən 1. Bərabərdir. Bunu hesablayacağıq. Kombinizon 5-dən 2. 5 vur 4 bölü 2-dən 10. Kombinizon 4-dən 1 4. 4 vur 10 40. Üstə gəl. 4-dən 2. 4 vur 3 bölü 2 6. Vur 5 30. Bölünsün. Kombinizon 9-dan 3. 9 vur 8 vur 7 bölünsün 1 vur 2 vur 3. İxtisar eləsək 3, ixtisar eləsək 4. 12 vur 7 84. Bu da bərabərdir 70 bölünsün 84-ə. Deməli 7 ixtisar eləsək 10, 7 ixtisar eləsək 12, 5 2 ixtisar eləsək 5, 2 ixtisar eləsək 6. 6-da 5 olacaq bizim doğru cavabımız B variantı. 23-cü sual. Fx funksiyasının qrafikinə absisi x0 bərabər 1 nöqtədə çəkilən toxnanın bucaq əmsalını tapın. K bərabərdir f'(x0) olduğunu bilirik. Törəməsini tapsaq 1 bölünsün 3x çıxılsın 2 vurulsun 3'dür. x0'ın yerinə də 1 qoysaq 1 bölünsün 3 çıx 2 vurulsun 3. Yəni 3. Doğru cavabımız olacaq 3.
24 A və B ədədləri üçün ifadənin ən kiçik qiymətini aldığını bilərək 8A üstə gəlir 7B cəminin ən kiçik qiymətini tapın. Bu ifadənin ala biləcəyi ən kiçik qiymət o halda olur ki, bunların hər biri 0-a bərabərdir. Çünki modul mənfi ala bilməz. Ona görə də 2A çıxılsın 3 bərabər 0, A bərabərdir 3 bölü 2, 4B çıxılsın 8 bərabər 0, B bərabərdir 2. Onda 8A üstə gəl 7B bərabər olur 12 üstə gəl 14'a, yəni 26 doğru cavabımız olacaq. 26. Keçək növbəti suala. A mənfi 2 mənfi 3 nöqtəsi y üstə gəl x bərabər 0 düz xəttinə nəzərən B nöqtəsindən simetrik olarsa PQ əslini tapın. Bu y bərabərdir mənfi x düz xəttidir və mənfi 2 mənfi 3 nöqtəsi y bərabər mənfi x-a nəzərən simetrik olan nöqtə 3 2 olacaq. Həm bunların yerini dəyişəcək, həm də işarəsini. Ona görə də P üstə gəl 2 bərabər 3, P bərabər 1, Q çıxılsın 4 bərabərdir 2, Q bərabərdir 6. O zaman bunların hasili bizə verəcək 6. Ya, doğru cavabımız 6. 26. sual. Mərkəzi O nöqtəsində olan çevrədə AC diametr, AMB və BNC qövslərinin uzunluqları uyğun olaraq 8pi və 4pi olarsa, çevrənin radiusunu tapın. AMB-nin uzunluğu 8pi, BNC-nin uzunluğu da 4pi'dirsə, onda AC-nin uzunluğu 12pi olacaq və bu da çevrənin uzunluğunun yarısıdır. Yəni çevrənin ümumi uzunluğu 2 pi olarsa yarısı pi'yə bərabərdir. Onda buradan aydın görürük ki R 12'ye bərabərdir. Çevrənin radiusunu soruşur, cavab olacaq 12. 27. AN ədədi silsiləsində ilk n ədədin cəmi olan SN üçün uyğunluğu müəyyən edin. SN bərabərdir n kvadrat çıxılsın 7. Variantlara baxıram, A1'i soruşur və S5'i soruşur. A1'in qiyməti ilə S1'ə bərabər olacaq. Onda n-in yerinə 1 qoysaq, 1'də alacağıq mənfi 6. Yəni A1'in qiyməti mənfi 6'dır. C gedəcək buna. 5 qoysaq, 5'in kvadratı 25 çıxılsın 35. Yəni mənfi 10 Y variantı gedəcək. Daha sonra ikinci üçün n-in yerinə 1 qoysaq 2 çıx 5 mənfi 3 A gedəcək. 5 qoysaq 25 vur 2 50 çıxılsın 25 müsbət 25 olur. O variantlarda yoxdur, nəzərə almayacağıq. Üçüncüdə n-in yerinə 1 qoysaq 0.5 D variantı və n-in yerinə 5 qoysaq 25 böl 2, yəni 12.5 B variantı. 1'ə C-yə, 2'ə A, 3'ə B, D. 28. sual. Deməli, O, M, Y, N və K nöqtələri tili 8 olan kubun üzlərinin orta nöqtələridirlər. O nöqtəsi ilə digər üzlərin mərkəzlərini birləşdirən parçaların uzunluqları cəmini tapın. Deməli, baxaq burada birinci O və K nöqtəsinə. O və K nöqtəsi arasındakı məsafə elə kubun tilinə bərabər olacaq. Paraleldir deyə, bura olacaq 8. İndi burada qalır digər nöqtələrlə O nöqtəsi arasındakı məsafəni tapmaq. Baxın, bu məsafə O ilə N-ə baxaq birinci. O ilə N arasındakı məsafəni tapmaq üçün mən bu hündürlüyü çəksəm, bunu da çəksəm. Bu aydın məsələdir ki, N nöqtəsi mərkəzdədir deyə, teli 8-dir, onda bura olur 4. Eyni ilə buranı K ilə işarələsəm, K nöqtəsi ortaya düşür axı. OK məsafəsi AD-nin yarısı olacaq. Yəni yenə tilinin yarısı olacaq 4. Onda OM məsafəsi katetlər 4 olan düzbucaqlı üçbucağın hipotenuzuna bərabər olacaq. Yəni 4 kök altında 2'yə. Eyni şeyi biz burada digər nöqtələr üçün də tətbiq eləsək, görərik ki, yenə də 4 kateti 4 olan düzbucaqlı üçbucağın hipotenuzunu alırıq. 4 kök altında 2. Ona görə də M nöqtəsindən Y nöqtəsindən F və N nöqtələri ilə 10 nöqtəsi arasındakı məsafənin hər biri 4 kök altı 2'yə bərabərdir. 4 kök altı 2 vur 4. Bir də OK məsafəsi var 8. Ona görə də cavabımız olacaq 16 kök altında 2 üstə gəl 8. 29. sual. Qarabağ sözündə hərflərin yerini dəyişdikdə neçə söz B hərfi ilə başlayıb R hərfi ilə bitir? Baxın, B ilə başlamalıdır, R ilə bitməlidir. Qarabağ sözündə ümumilikdə 1, 2, 3, 4, 5, 6, 7 hərf var. İkisini bura yazdımsa B və R-i, ortaya qalır 5 hərf. Deməli, bu 5 hərf öz aralarında 5 faktorial qədər yer dəyişə bilər. Lakin burada bir məqam var ki,
B-ni və R-i çıxdım. Geriyə qalan hərflərdə 3 dənə A hərfi təkrarlanır. Ona görə də mən bunu təkrarlara bölməliyəm. Yəni 3 faktoriala bölməliyəm. 5 faktorial da 3 faktoriala böləndə 4 vurulsun 5, yəni 20 qalacaq. Doğru cavabımız olacaq 20. Və 30-cu sual. ABCD paralelogramında M və N uyğun olaraq AD və CD tərəflərinin orta nöqtələridir. AN və CN parçaları O nöqtəsində kəsişir. ABC O dördbucaqlısının sahəsinin DMON dördbucaqlısının sahəsindən 4 dəfə böyük olduğunu isbat edin. Baxaq, burada tərəflərin orta nöqtələridir. Ona görə bu məsafələr bir-birinə bərabərdir. Mən AC diaqonalını çəksəm, burada ADC üçbucağında fikir verin. 2 dənə median çəkilib. O nöqtəsi medianların kəşmə nöqtəsidir. Ona görə mən 3-cü medianı da çəkirəm. Və bu median bu hissədə aydın məsələdir ki, yarıya bölünəcək. Medianların üçü birlikdə sahəni 6 bərabər hissəyə böləcək. Belə deyək, bunların hər birini S ilə işarələsəm, S. 6 dənə S olacaq. ACD-nin sahəsi 6S-dirsə, ABC-nin sahəsi də 6S olacaq. İndi baxın, ABCO-nun sahəsi ABCO. 6S üstə gəlir ki, 8S olur. SABCO. SDMON isə 2S-ə bərabər olur. Və bunların nisbətini yazsaq, 8S bölünsün 2S bərabər olur 4-ə. Doğrudan da göstərmiş olduq ki, ABCO-nun sahəsi DMON-in sahəsindən 4 dəfə böyükdür. Beləliklə, sınağın bütün riyaziyyat olan izahını sonlandırdım. İzlədiyiniz üçün təşəkkürlər və növbəti izahlarımızda görüşənədək.